Salam, bugünkü sualda biz çevrə və üçbucaqlara aid olan bir sualla qarşılaşırıq və bu sualın izahında biz çevrənin xassəsini və üçbucağın xassəsini bilməliyik. Burada biz ilk növbədə çevrənin xassəsindən istifadə edəcəyik. Çevrənin xassəsində belə bir şey var ki, toxunanla, yəni AD toxunanı ilə AC vətəri arasında qalan alfa bucağı söykəndiyi qövsün yarısına bərabərdir. Onda AC qövsü 2 alfa olar. Və AC qövsü 2 alfa olduğunu bilərək biz çevrədə əlavə olaraq bilirik ki, ABC daxili bucağı söykəndiyi qövsün yarısına bərabərdir. Deməli, bucaq B alfa olar. Və biz buradan üçbucağın xassəsinə keçsək, bura bir beta bucağı yazsaq, beta bucağı yazdıqdan sonra bilirik ki, üçbucağın iki daxili bucağının cəmi özünə qonşu olmayan xarici bucağına bərabərdir. Deməli, alfa üstəgəl betanın cəmi bucaq A, C, D-yə bərabər olur. Deməli, buradan biz alfa üstəgəl beta yaza bilərik. Və mən bucaq D-yə bir fi bucağı yazsam, buradan oxşarlıq alırıq ki, üçbucaq B, A, D üçbucağı oxşardır üçbucaq A, C, D-yə. Və bu oxşarlıqdan istifadə edərək biz bu sualın izahına başlayaq. Deməli, burada ilk növbədə BAD bucağı, yəni üçbucaq BAD-də alfanın qarşısındakı tərəfin böyük üçbucağa baxsaq, bu rənglədiyim üçbucağa baxsaq, alfanın qarşısındakı tərəfin, yəni 9-un digər üçbucaqda bu üçbucağa baxsaq, A, C, D üçbucağına baxsaq, alfanın qarşısındakı X-a nisbətinə bərabərdir. Və böyük üçbucağı yenidən baxsaq, fi bucağının qarşısındakı tərəfin 18-in yenə ACD üçbucağının qarşısındakı tərəfə baxsaq 12-yə nisbətinə. Deməli, biz buradan 18x bərabərdir 9 vur 12, 18x bərabərdir 108, x bərabərdir 6 almış olarıq.